Değerli şagirdlər, 21-ci sualın həllinə baxırıq. Bizdən köklər verilib. X1, X2 verilib və deyir tənlik hansıdır? Burada ümumiyyətlə kökləri X1 və X2 olan tənliyin qurulma qaydası necə idi? X kvadrat çıxılsın köklər cəmi vurulsun X. Üzərinə gəlinsin köklər hasili bərabərdir 0-a. Eyni qaydanı tətbiq edəcək. Bizdə x1 plus x2 nəyə bərabərdir? Kök, deməli 2 üstə gəlsin kök 3 plus 2 çıxılsın kök 3 bərabərdir. Burada islah gedənlər var. Artıq köklər cəmimiz olur 4. Bəs hasil bizə nə verəcək? 2 plus kök altda 3, 2 minus kök altda 3. Buradan vurub atacaq. Bu ifadə bir-birinə vurulur. 2 vur 2, yəni 4. Çıxılsın 2 kök 3. Üzərinə gəlinsin 2 kök 3. Çıxılsın kök altı 3'ü vuruq kök altı 3'ə. Bu deyir 3. Burada da islah gedənlər var. Və köklər hasili bizdə neçədir? 4 çıx 3, 1. Gətirib yerinə yazsaq olacaq bizim kvadrat tənliyimiz necə olacaq? X kvadrat çıxılsın. Köklər cəmi vurulsun x. Yəni 4x. Üzərinə gəlinsin hasil 1. Bərabərdir 0-a. Baxın bizim kökləri x1 və x2 olan tənliyimiz bu formadadır. Cavab olaraq hansı variantdır? A variantı.